Hoş gəlmişsən qardaş. Necə on karavan Neftçalada. Səhər saat 5. İstiqamət Neftçala şəhəri. Balıq festivalına gedirik. Qonağım isə Fərid Təqdirov, doktorumuzdur. Yolüstü marketlərin birində saxlayıb həm atışdırmalıq, həm də səhər yeməyini karavanda Neftçalada yeyəcəm. Onun üçün də biraz ərzaqlar aldım. Yolumuza davam edirik. Birdən yadıma düşdü ki, generator üçün benzin almamışam. Yolumuza davam edirik. Artıq səhər açılır. Neftçala yazısını görürəm, sevinirəm. Salyan istiqaməti, birbaş yolumuz Neftçala. Gəlib çatdığım sözü gedən ünvana. Bizi qarşılayıb karavanlarımızı saxlamaq üçün yer göstərdilər. Karavan idarə etmək elə də asan deyil. Artıq mən 4 ildir karavan idarə etdiyim üçün karavanı bir göz qırpımında park etdim. Karavanın dirəklərini yerə qoyub maşından ayırdım. Fərid doktor da arxa-arxaya verib karavanı baxın belə yerləşdirdi. Başladıq əşyalarımızı açıb düzməyə. Deməli dostlar, burada hər şeyi açıb düzmüşəm. Hər kəs də burada bir canfəşanlıqdadır. Çünki tədbirin başlanmasına az qalıb. Fərid bəy də gəldi, çatdı, sağ olsun. İndi karavanımızın içərisinə baxacaq. Deyir, əladır, superdir. İnşallah o da karavan almaq niyyətindədir. Mən də burada başlamışam hər kəsə kömək eləməyə. Dostlar, bir güc gəlib mənə karavanı 1.50 də artıram. Onu o yana çəkirəm, bunu bu yana. Dedim bir səhər yeməyi hazırlayıb artıq enerjim bitir. Bir yaxşı qlazok da hazırladım. Fərid bəylə səhər yeməyini nuş elədik. Bir də baxdım ki, bip siqnal səsi götürüb buranı. Dedim, gəlin köçürdülər. Nə məsələdir burada? Baxdım ki, retro maşınlar gəlib. Bizə dedilər ki, qardaş, sizin üçün çox yaxşı bir yer seçmişik. Gəlin tam mərkəzə, sağ olsunlar. Polis əməkdaşları da bizə yol göstərdilər. Birbaş gəldik Fərid bəyin stendinin yanına. Gəlib çatdım, Fərid bəy sağ olsun gəlib məni qarşıladı. Dedim, mən də bir gedim görüm Fərid bəy nə işlə məşğuldur. Maşallah olsun, həm dəstgah qrup burada. Balaca izləyicilərim gəlib mənlə salamlaşır, şəkil çəkdirən kimi. Fərid doktor da getdi, balıq ekmək aldı, gəldi bizim Fəriddən. Balıqlara baxırdım, burada bir balıqçı dayının məzəli söhbətini eşitdim. Başım sən nə qədər taxta vurmuşam deyəzdim da. Da yoxdur, ona görə də yoxdur. Biraz da balıqlara baxıb qayıdıram karavanın yanına. Baxıram ki, karavanın qabağında əməlli başlı növbədir. Baxıram ki, iki şirin bala karavanda şəkil çəkdirir. Allah cəmi balaları saxlasın. Dostlar, mən inanmazdım ki, mənim bu qədər izləyicim olar Neftçalada. Bu nə mərəkədir burada? Allah'ım maşallah sən yaradırsan. Qız dağlar bizdəydi. Gəldim Neftçalada, dağlı dostlarımızı tapmışam. Siyəzən əhlidir. Gənclər gəliblər bura festivala. Necədir, xoşunuza gəlir bura? Allah sağ ol qardaş. Biz də fəxr edirik ki, sənin kimi dağımızla biz də rastlaşmışıq. Allah kömək eləsin. Dedim həm biraz gəzim, həm də sizlər üçün buranı çəkim paylaşım. Birazdan bu balaca balıqları Kür çayına buraxacaqlar. Maraqlıdır. Birazdan bunun hamısını buraxırıq Kürə. Mən də o yanda Udus ilə dayanacağam. Göndərin gəlsin. Burada canlı konsert də var. Gəlirəm Fərid bəyin stendinin yanına, deyirəm görüm burada kim var. Hacı Atə. Salam ata. Yığıram da ata. Çək qoqaşım çək. Nikon karavanı. Nikon karavanı üçün özəl video Fəridin stentindən. Qarınqul da buradadır. Danışdıq ki, bir gün kamp eləyəcəyik və karavanımdan dostlar, maşallah olsun, hamı şəkil çəkdirməyə görə gəlir, gedir. Bu mənim üçün sevindirici haldır. İnsanlarda karavana maraq artır. Allah saxlasın bu balaca bala da. Dostlarımız sağ olsun şəkil çəkdirirlər məndən burada. Nuşitos da buradadır. Yığmışam başıma balaca uşaqları. Maraqlıdır mənim üçün. Həqiqətən də onların sevinci. Hamı soruşur ki, bəs balaca qızlarını niyə gətirməmsən? Onların dərsi olduğu üçün gətirə bilmədim. 102 Live. Elvin qardaşımız da buradadır. Keçən ay karavanda maraqlı gün keçirmişdik Elvin bəylə və Müşfiq Şahverdiyev və Aycun xanım da buradadır. Kim gəlib? Aycun xanım Müşfiq bəy gəlir. Karavanla. Tualetdir ki, duşa boy, duş çimirsən. Reklam eləyirəm də. Və sonda isə üç rəngli bayrağımızın daim zirvələrdə dalğalanması arzusuyla vloqumuzu tamamlayıram. Hələlik.